أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli. Əmmə bə'd. Bugün çox mühüm bir mövzu götürəcəyik. Deməli, mövzu hamımızın ehtiyacı olduğu bir mövzudur. Deməli, İbn Cevzi, İmam İbn Qayyim rahimehullahın Məaric Əs-Səlikin adlı kitabından götürülən mövzudur və Allahın məhəbbətinə çatdıran, Allahın sevgisinə çatdıran məsələləri özündə cəm edir. Allahın sevgisi deyildiyi zaman, yəni Allahın sevgisi, əgər Allah-u Teala bir qulunu sevərsə, Cəbrail aleyhissalamı çağırar və həmənki qulu Cəbrail aleyhissalamı sevdirir. Və Cəbrail aleyhissalam o şəxsi göy əhlinə sevdilər və göy əhli yer əhlinə sevdilər və o şəxs hər kəs tərəfindən sevilən bir şəxsə çevrilir. Və Allah-u Teala bir qulunu sevərsə, onu bağışlayar. Allah-u Teala bir qulunu sevərsə, dünya və axirət xoşbəxtliyinə səbəb olan bütün əməllərdə həmənki qulunu məşğul edər. Allah-u Teala bir qulunu sevərsə, onu xeyrin açarı edər. Allah-u Teala bir qulunu sevərsə, onu dində fəqih eləyər. Allah Teala bir qulunu sevərsə, ona bu dünyada gözəl bir yaşayış və ölüm anında kəlmə-i şəhadət və ölümü ilə sevinənlərdən edər. Allah Teala bir qulunu sevərsə, onun qəbir həyatını gözəlləşdirər və onun qəbrini cənnət bağçasından bir bağçaya çevirər və onu öldükdən sonra o ölüm halı onu kədərləndirməz və qəbirdə ikən deyər, ya Rab, əqimis sa'a, ey Rəbbim, qiyamət saatını qopdur. Nə üçün? Çünki qəbir əhlinə cənnətdəki yeri göstərirlər və cənnətdə ona bir qapı açılar, bir pəncərə açılar və o cənnətdəki yerini görər, baxmayaraq ki, onun qəbri cənnətin döşəndiyi kimi döşənir və gözünün gördüyü məsafədə qəbri genişləndirir və deyər ki, ey Rəbbim, qiyamət saatını qop. Çünki ora çatmaq üçün, ora getmək üçün. Və sonra axirət gəldikdən sonra Allah-u Teala onunla gözəl bir şəkildə müamilə eləyər. Allah-u Teala onun günahlarını bağışlayar və savabları çoxalar. Sırat üzərindən sürətli keçənlərdən edər və Allah-u Teala sıratdan qabağa ona nur nəsib edər. Hansı ki, o nurla, bilirsiniz ki, sıratdan qabağa zülmət var. O zülməti tapmağa hidayətə ehtiyac var. Allah-u Teala o hidayəti ona nəsib edir. Və sıratdan gözəl bir şəkildə keçənlərdən və sorğu-sualsız cənnətə girənlərdən edər və cənnət əhlinə verilən ən böyük nemət olan, necə ki, Allah-u Teala buyurur ki, ləhum mə yəşəunə fiyhə və lədəynə məzid. Onlara, yəni cənnət əhlinə istədikləri hər şey var və biz bunu artırasıyıq. Yəni Allahın cəmalını görmək. Allah-u Teala bir şəxsi sevərsə, bütün bu nemətləri ona əta eləyər. Ona görə bir insan Allahı sevdiyini iddia edə bilər və deyə bilər ki, mən Allahı sevirəm. Amma əsli odur ki, Allahın öz qulunu sevməsidir. Allahın öz qulunu sevməsidir. Ona görə İbn Qayyim rahimehullah gətirir, 10 səbəb gətirir və sonda da deyir ki, kim bunlara əməl edərsə, Allahın sevgisinə çatar. Ona görə bu 10 səbəb yaxşı olar ki, yazaq. Yaxşı olar ki, bunu əzbərləyək. Yaxşı olar ki, bunu əməl edək və bilmədiklərimizə çatdıraq. Musaydun və qaydu kitabətuhu. Onu bağlamaq isə onu yazmaqdır. Ona görə yaxşı olar ki, yazılsın, qeydlər aparılsın. Deməli, səbəblərdən birincisi insanın Qur'anı təfəkkürlə oxuması. Deməli, insanın Allahın sevgisinə səbəb olan əməllərdən birincisi insanın Qur'anı təfəkkürlə oxuması. Bu var insanın Qur'anı oxuması, bir də var Qur'anı təfəkkürlə, düşünərək, mənalarını bilərək o şəkildə oxuması. Yəni, əsas insandan tələb olunan da budur. Allah Teala buyurur ki, əfələ yətədəbbərunəl Qur'an əm alə qulubihim əqfəluhə. Məyər onlar Qur'an barəsində düşünməzlərmi? Yoxsa onların qəlbi möhürlənmişdirmi? Yəni, Qur'anın nazil olma səbəblərindən biri də insanın onu oxuyub tədəbbür etməsi, təfəkkür etməsidir.
İnsan Kur'an okuduğu zaman Allah Teala buyurur ki: "Ya eyyuhellezine amenu", ey iman gətirənlər. Yəni Allah Teala birbaşa bizə xitab edir. Ey iman gətirən. Yəni baxsın ki, mən iman gətirmişəm, bəli. Demək Allah Teala mənə xitab edir. Tubu ilallahi tevbeten nasuha. Rəbbinizə nəsuh tövbə edin. Kimi nə qədər ayələr var. Ya eyyuhellezine amenu ictenibu kesiran minez-zan. Ey iman gətirənlər, heç zənnə qapılmaqdan çəkinin. Ki Allah Teala nə qədər ayələr, ey iman gətirən, ey iman gətirən. Demək Allah Teala birbaşa bizim özümüzə xitab edir. Ondan sonra buyurur ki Allah Teala: "Ya eyyuhel insan, ma garrake bi rabbikel kerim." Ey insan, səni kərim olan Rəbbinə qarşı aldatan nədir? Ki hər ayə gəldiyi zaman insan bu ayəni özünə fikirləşərsə, özü barəsində düşünərsə, Allahın rəhmətinə, Allahın razılığına səbəb olan səbəblərdən olar. Və həmçinin Quran elə bir kitabdır ki, bizə Allahın əmrlərini öyrətir. Və Allahın qadağan buyurduqlarından bizi çəkindirir. Allah Teala bizə nələri əmr etdiyini və bizdən qabaqki ümmətlərə nəyi əmr etdiyini və sıxıntıya düşdüyümüz zaman bizdən qabaqki ümmətlərin nələr çəkdiyi barəsində Quran-ı Kərimdə bizə rəvayət edir. Quran-ı Kərimdə bizə bildirir. Bu da insanın qəlbində nə yaranır? İnsanın qəlbində himməsinin artmasına, imanın artmasına səbəb olur. Allahın əmrlərini insan həqiqi bir şəkildə bilir. İnsan bir əməl edir, bilmir. Bu harda gəlir? İnsan namaz qılır. Nə qədər insan var ki, namaz qılır. Deyirsən, nə üçün namaz qılır? Nə bileyim, müsəlmanlıq qılmalıyıq. Bilmir ki, Allah Teala əmr edir. Deyir ki, sən nə üçün oruç tutursan? Deyir ki, mən ata-anadan belə görmüşəm. Ramazanda oruç tutar. Bilmir ki, Allah Teala ona əmr edir. İnsan bunu öyrənərsə, bunu bilərsə, Rəbbin razılığına çatmağa səbəb olar. Deməli, səbəblərdən birincisi insanın Qur'anı təfəkkürlə oxuması, başa düşərək oxuması. Və insan Qur'an oxuyur. Gündəlik virdi var. Məsələn, insan bacarıb gündəlik özü üçün vird ayırsın. Mən gündə 3 səhifə mənim azuqəmdir. 3 səhifə, hər gün 3 səhifə mənim azuqəm. Və yaxud da ki, insan da oxuduğu, oxuma sürətinə görə və yaxud da insan əzbərinə görə ola bilər ki, gündəlik bir cüz mənim virdimdir. Vird deyəndə yəni gündəlik payım, azuqəm deyək. Və ola bilsin ki, 200, 300 insandan insana dəyişə bilər. Gərək insan gündəlik özü üçün vird qoysun ki, gündəlik 3 səhifə, 5 səhifə, 1 səhifə mənim Rəbbimlə, Rəbbimin kitabı ilə olan nədir, münasibətimdir. Yəni bu mütləqdir. Bir də var ki, insan gündəlik müəyyən vaxt ayırsın ki, 15 dəqiqə, 20 dəqiqə, 10 dəqiqə mən bu vaxtı Allahın kitabını tədəbbürlə oxuyacağam. Bir ayə oxuyum və ayənin tərcüməsini oxuyum. Və sonra həmən ki, ayənin təfsirini oxuyum. 15 dəqiqə. Bax, 15 dəqiqə gündə insan 15 dəqiqə vaxt ayırarsa Rəbbi üçün, 10 gündə nə qədər edir? 150 dəqiqə. 150 dəqiqəni aya vuranda nə qədər edir? Yəni, subhanallah, ayın axırında insan baxır ki, artıq Qur'andan 2 səhifə, 3 səhifə Allahın kitabından başa düşür. Və bu da insanın Allahın razılığını qazanmağa səbəb olan amillərdəndir. Və gətirir ikincisi səbəblərdən, Allahın razılığına çatdıran səbəblərdən ikincisi nafilə namazları qılmaq. Nafilə ibadətlər etmək. Deməli, nafilə nədir? Qiyamət günü qulun ilk baxılacaq əməli qulun fərz namazıdır. Və sonra qulun nafilə namaz, əgər qul fərz namazlarında naqisliyi varsa, bu zaman nafilə namazlarla onun fərz namazları tamamlanar. Və beləcə də insan digər nafilə əməllərə gərək üstünlük versin. Ramazan orucudur. Ramazan orucundan başqa digər oruclar da var. Və həmçinin namazın zikirləridir, namazdan sonra olan zikirlər var. Və həmçinin fərz namazıdır, fərz namazından sonra olan sünnələr var. Və həmçinin vacib olan zəkatdır və zəkatdan əlavə yəni sədəqə var. İnsan bunları etdiyi zaman Rəbbin razılığını qazanmağa çatdıran əməllərdən olan. Və hədisdə də gəlir ki, Allah Teala buyurur ki, kim mənim vəlimə düşmənçilik edərsə, yəni kim mənim dostuma düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum
Qulun mənə ən sevimli şəkildə yaxınlaşdığı şey, qulun mənə ən gözəl şəkildə yaxınlaşdığı şey ona fərz etdiyim əməllərdir. Qulumun ən gözəl şəkildə yaxınlaşdığı şey ona fərz etdiyim əməllərdir. Qulum nafilə ibadətlərlə mənə yaxınlaşmağa davam edər. Nəhayət mən onu sevərəm. Kibir, nafilə ibadətlə. Nəhayət mən onu sevərəm və onu sevdiyim zaman onun eşitdiyi qulağı, gördüyü gözü, tutduğu əli və yeridiyi ayağı olaram. Əgər məndən nəsə bir şey istəsəm, ona verərəm və məndən sığınacaq istəsə, mənə sığınsa, onu mütləq qoruyaram. Mömin bəndənin canını almağa tərəddüd etdiyim qədər heç bir işi görməkdə bu qədər tərəddüd etmərəm. Allah Teala buyurur. Və Allah Teala buyurur ki, yəni qulum ölmək istəməz və mən də onun canını almağa istəmərəm. Hədis Səhih Buxaridə keçir. Deməli, səbəblərdən ikincisi insan nafilə ibadətlərə, nafilə namazlara fikir verməlidir, səy göstərməlidir. Və gəlir üçüncüsü insanın hər bir halda Allahı zikr etməsi. Hər bir halda Allahı zikr etməsi. Allah Teala buyurur ki: "Ellezine yezkurunallaha qiyamen ve qu'uden ve ala junubihim ve yetefekkerun fi halqis semawati vel ard." Və Allah Teala buyurur ki, və ayədə gəlir ki, axıda Rabbənə mə xalaqtə həzə batilə subhanəkə fəqinə ədəbənnə. O kəslər ki, ayaq üstədə oturarkən və uzanarkən Allahı zikr edir. Göylərin və yerin yaradılışı haqqında düşünürlər və deyirlər ki, ey Rəbbimiz, sən bunları boş yerə yaratmadın, sən pak və müqəddəssən, bizi odun əzabından qoru. Zikr elə bir ibadətdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allahı zikr edənlə Allahı zikr etməyənin fərqi, misalı məsəlül hayy vəl meyyit. Ölü ilə dirinin misalı kimidir. Ölü ilə dirinin misalı kimi. Və həmçinin zikir insanı Allahın rəhmətinə çatdırmaqla yanaşı və həmçində insanın günahlarına kəffarə olmağa da səbəb olur. İnsanın günahlarına kəffarə olmağa da səbəb olur. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim gündə 100 dəfə Subhanallahi və bihamdihi deyərsəm,ğufirət ləhu zunubəhu, onun günahları bağışlanar, hətta onun günahları dənizin köpüyü qədər olsa belə. Deməli, və həmçin Allahı zikr etmək qəlbin yumşalmasına səbəbdir. Həsən el-Basri rahimehullahın yanına gəlir, səhv eləmirəmsə, biri gəlir, qəlbinin daşlaşmasından şikayət edir, dedi ki, Allahı zikr elə. Və həmçində Qurandan da Allah Teala buyurur ki, "Ələ bi zikrillahi tetmainnul qulub." Məyər qəlblər Allahı zikr etməklə rahatlıq tapmırmı? Həmçinin deməli qəlbin rahatlaşmasına, qəlbin yumşalmasına səbəbdir. Və həmçinin Allahı zikr etmək dilin boş-boş sözlərdən uzaq olmasına səbəbdir. Çünki dil daim Allahı zikr edərsə, boş-boş sözlərdən uzaq olar. Və boş-boş sözlər danışmaq da həmçinin Firdovs cənnəti əhlinin sifətlərindəndir ki, onlar boş-boş sözləri tərk edərlər. Onlar boş-boş sözləri tərk edərlər. Bir Firdovs cənnəti əhlinin sifətlərini saymışdıq, 7 sifət. Onlardan biri də o şəxslər ki, yəni faydası olmayan sözləri tərk edərlər. Faydası olmayan sözlər nədir? Yəni həm nə dünyalıq, ya da ki, axirətlik bir faydası olmayan sözlərə faydasız sözlər deyilir. Onlar bu sözləri tərk edərlər. Və həmçinin zikir insanın qəlbinin yumşalmasına, Allahın rəhmətinə, Allahın mərhəmətinə, Allahın sevgisinə çatmasına və həmçinin dilin boş-boş sözlərdən uzaq olmasına və həmçinin insanın ruzisinin artmasına, günahların kəfarəsinə səbəbdir. Və səbəblərdən dördüncüsü insanı
Allahın məhəbbətinə çatdıran səbəblərdən. Dördüncüsü, insanın nəfsi istəklərini kənara qoyaraq Allahın sevgisinə səbəb olan, Allahın razılığına səbəb olan əməlləri irəli gətirməsidir. Yəni, qısa və konkret desək, dördüncüsü, Allahın razı salan şeyləri öz istəklərindən üstün tutmaq. Allahı razı salan şeyləri öz istəklərindən üstün tutmaq. Yəni, bunlara misal olaraq bugünkü gündə əlimizdəki bu cihazları gətirmək olar. Yəni, bu cihazlar insan deməli, üç şey üçün istifadə edə bilir. Birincisi, insan əlindəki bu cihazla Allaha asi ola bilir. Haramlara baxaraq və həmçinin qeybət və həmçinin iftira və bunun kimi və həmçinin telefonla qumar oynamaq və bunun kimi məsələlərlə insan asiliyə tərəf yönəltə bilir. Və ikincisi odur ki, Allahın razılığına səbəb olan əməllərə yönəltə bilir. Quran oxuyur və oradan elm öyrənir, dəstərə qulaq asır və xeyirləri paylaşır, fikir versəz. Və bir də var, bunların ortası insan ya savab qazanmır və yaxud da ki, günah qazanmır və telefonla vaxtını boşa keçirir. Oyun, iqralar oynamaqla və boş-boş vaxtını keçirməklə. Yəni, insan, Allahdan istəyir ki, Allah Teala bizi əlimizdəki bu cihazlarla harama düşməkdən, harama yönəlməkdən qorusun və Allahdan istəyirik ki, o həmən ki, vaxtımızı boş-boş keçirəcək şeylərdən, çünki insan nəfsi istəyir ki, yəni oynasın, iqra oynasın, vaxtını boş-boş şeylərə keçirsin, deməli, o şeyləri kənara ataraq Allahın razı qaldığı şeylərə yönəlməyi Allahdan istəyir ki, Allah bizi müvəffəqiyyət versin. Deməli, məsələ budur. Yəni, insan öz nəfsinə Allahın sevdiyi şeyləri üstün tutaraq onları əməl etmək üçün insanın öz nəfsi ilə mübahisə aparması. Oldu dördüncü. Beşincisi, Allahın ad və sifətləri üzərində düşünmək. Allahın ad və sifətləri üzərində düşünmək. Deməli, bu, Allahın sevməsinə səbəb olan səbəblərdən beşincisidir. Fikir versəz, yəni, وَلِلَّهِ مَسَلُ الْأَعْلَى Allah üçün daha uca bir misal çəkilər. Belə bir misal gətirək ki, məsələn, bizim yanımızda bir şəxs barəsində danışılır. Biz o insanı tanımırıq və deyirlər ki, filan kəs yetimləri himayə edir və deyirlər ki, filan kəs xəstə insanlara dərman alır və deyirlər ki, filan kəsin işıq buludur, vay bu yoxdur, yol çəkdi, məscid tikdi, yəni dərslərdə iştirak edir. Yəni sən insanı tanımırsan, sadəcə sənə o insanın yaxşı əməlləri gəlib çatır. Və subhanallah, qəribə orasıdır ki, insan həmən ki insanı sevmədən, həmən ki insanı tanımadan onu sevir. Qəlbinə onun sevgisi girir. Və necə ola bilər ki, yəni Allah subhanahu wa ta'ala bu qədər nemətləri bizə versin. Və həmçinin Allah-u Teala'nın sifətlərini insan bilsin və Allahı sevməsin. Və Allah-u Teala'nın günahları örtən olduğunu bildiyimiz halda, Allah-u Teala'nın şəfa verdiyini bildiyimiz halda, Allah-u Teala'nın ruzi verdiyini bildiyimiz halda, Allah-u Teala'nın Rahman və Rahim olduğunu bildiyimiz halda və subhanallah, nə qədər Allahın sifətləri var. İnsan Allah subhanahu teala'nın bu sifətlərini bildiyi halda necə Allahı sevməz? Yəni, məxluqatın içərisində gör bunlar baş verirsə, tanımadığımız bir insanı seviriksə, gör yerin göyün sahibinin sifətlərini bildiyimiz halda biz onu necə sevərik? Və beləcə də Allahın ad və sifətlərini bildiyimiz halda Allahın sevgisinə səbəb oluruq və Allaha olan sevgimiz də Allahın bizi sevməsinə səbəb olur. Ona görə insan Allahın ad və sifətlərini öyrənmək üçün can atmalı, səy göstərməli. Və altıncısı odur ki, Allahın sənə verdiyi nemətləri düşünmək və onları qiymətləndirmək. Bu çox mühümdür. İnsan bəzən özündə olan neməti görə bilmir.
İnsan bəzən özündə olan neməti görə bilmir. Bəzən yox, çox hallarda özündə olan neməti görə bilmir. Özündə olan göz nemətini, özündə olan qulaq nemətini, özündə olan danışmaq və həmçinin yeməklərin dadını hiss etmək və həmçinin susamaq, o su içdiyi zaman o suyun sərinliyini hiss etmək, gəzmək və kimləsə ünsiyyətdə olmaq, ayaq üstə dayanmaq. Yəni bunlar subhanallah, Allah Subhanahu taalanın bizim üzərimizdə olduğu nemətləridir. Əgər insan bunları düşünərsə, Allahın özü üzərində nə qədər neməti olduğunu görər. Baxırsan ki, insan bunları görmür. İnsan ancaq gördüyü nədir? Filan kəs villa tikdi, filan kəs bahalı maşın sürdü, filan kəs yaxşı geyindi, filan kəsin bahalı telefonu var, filan kəs yaxşı yerdə işləyir. Amma Allah Taala'nın özünə verdiyi bu qədər nemətləri görmür. Sağlamlığı görmür. Deməli, bundan qabağa bir belə bir şey var ki, bir xəbər çıxdı ki, bir insan milyonlar verir ki, bircə ağzı o mədə şirəsini ifraz eləsin. Ağzı sulansın. Subhanallah, insanda xəstəlikdir. İnsanda xəstəlikdir, ağzına su gəlmir. Ağzı quruyur. Dodaqları çatlayır, ağzı çatlaq-çatlaq olur. Yəni nə qədər insan imkanlıdır, nə qədər istəyir ki, öz malından versin, o həmənki itirdiyi o nemətin əldə eləmək üçün. Məsələn, dialez xəstəlikləri və Allah qorusun, hər bir müsəlmanı qorusun və hər bir bu xəstəliyə düçar olmuş müsəlmanı Allah da kamil şəfa versin. Və bu xəstəlik üzərində olanlara da Allah səbir versin və bu xəstəlik səbəbi ilə Firdevs cənnətinə getməyi nəsib etsin. Və qardaşlar, fikir verin, yəni insan, cüzi bir şeylə bədəndə orqanlardan biri işləmir. Böyrək bədəndəki suyu ixrac eləyə bacarmır. İnsan istədiyi şeyi yeyə bacarmır. İstəyir, su içmək istəyir, amma bacarmır. Çünki dərd bürüyür ki, bunu mən necə çıxaracağım, necə ifraz edəcəm? Ki, bir dənə şey insanı nə qədər nemətlərdən uzaqlaşdırır, uzaq tutur. İnsan sadəcə bunu fikirləşsə, Allahın üzərimizdə olan nemətlərinin nə qədər böyük olduğunu dərk edir. Buna görə insan düşünsün. Düşünsün, öz üzərində olan nemətləri saysın. Və həmçində Allahın verdiyi nemətlərə şükür əlamətidir ki, Allahın verdiyi nemətləri sayması. Otursun belə saysın. Öz evində, öz ailəsi ilə, öz yaxını ilə, bax, qardaş, Allah Teala mənə nə verdi? Göz verdi, görürəm. Nə qədər insan var bundan məhrumdur. Qulaq verdi, eşidirəm. Yediyim yeməkləri hiss edirəm. Subhanallah. Yəni Allahın sənə verdiyi nemətləri say. Yəni saydığın zaman vallahi ki və la in şəkertum la əzidənnikum. Əgər şükr etsəniz, sizə olan nemətini artıraram və sizə Allah Teala verdiyi bu nemətləri saymağınız sizdə olan bu nemətlərin davamlı olmasına səbəbdir. Ki verir və həmçinin bununla yanaşı səbəb uzanmasına, ona xəstəlik gəlməməsinə, bizim əlimizdən alınmaması ilə yanaşı və həmçinin də Rəbbin sevgisinə səbəb olan əməllərdən. Çünki çox böyük bir şey deyil də. Deyirsən, qardaşım, Rəbbim mənə elə o qədər sağlam bir bədən verib, əlhəmdülillah. Yəni çoxsu bundan məhrumdur. Və həmçində insan bu qədər nemətləri saymaqla yanaşı, bu nemətləri verməyən, bu nemətlərdən məhrum olan insanları gördüyü zamanda Rəbbinə şükr etsin. Elhamdülillahillezî faddalani ala kəsirun min ibadih. Məni yaratdıqlarının çoxundan üstün edən Allaha həmd olsun. Və insan da baxırsan ki, gözü görmür. Ən azından insan açqı taxır. Eşitmir, qulağında aparat var. Və yaxud da gəzə bilmir, müəyyən əsadan istifadə edir. Və baxırsan ki, xəstədir. Yəni, müəyyən bədəndə qüsur var. Və deyir ki, əlhəmdülillah, Allah həmd olsun. Məni yaratdıqlarının çoxundan üstün edən Allaha həmd olsun. İnsan gələ bu neməti, bu şükrü etsin. Və şükr etdiyi zaman səndə olan bu nemətin davamlı olmasına və həmçində bu nemətin artmasına, sağlamlığın gəlməsinə və Rəbbin razılığına səbəb olacaq. Altdan istəyir ki, Allah bizi bu nemətə çatanlardan etsin. Və həmçində Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Və in ta'uddu ni'metallahi la tuhsuha." Əgər siz Allahın nemətlərini saymağa qalxsanız, onu sayıb qurtara bilməzsiniz. Bunun üçün Allah Teala başqa bir ayədə buyurur ki: "Və ma bikum min ni'metin feminallah." Sizdə olan elə bir nemət yoxdur ki, əlinizdə olan hər bir nemət Allahdandır. Hər bir nemət
Allah'tandır. Allah'tan istəyir ki, Allah-u Teala bizə özünün bizə verdiyi bu nemətləri başa düşməyi, görməyi nəsib etsin. Yəni ona insanın başındakı gözlər yox, qəlbindəki göz lazım, bəsirət gözü lazımdır ki, o nemətləri görə bilsin. Allah'tan istəyir ki, Allah-u Teala bizə o gözü nəsib etsin. Və həmçinin qəlbin 7-incisi odur ki, qəlbin Allah qarşısında təvazökar olması. Təvazökar olması, yəni qəlbin Allahın qarşısında sınması, öz zəlilliyini Rəbbinin qarşısında göstərməsi. Bu da şeyx gətirir ki, insanın bu halı göstərdiyi əlamətlərdən, amillərdən ən çoxu insanın namazda duruşu və səcdə halıdır. Öz acizliyini və bədənində ən uca, ən üstün yer olan üzünü yerin göyün sahibinin qarşısında yerə qoymasıdır. Özünü onun qarşısına zəll etməsidir. Və 8-incisi gecənin son 1/3-də durub Rəbbi ilə tənha qalmasıdır. Tək qalmasıdır. Ona dua etməsidir. Quran oxumasıdır. Və dua etməsidir, namaz qılmasıdır və ondan qorxaraq, ona sığınaraq, ondan istəyərək ona göz yaşı tökməsidir. Allah Teala onlar barəsində və bil əsharihum yestəğfirun. Onlar yəni onları tərifləyir, onlara tərif deyir. Ona görə çalışıb gecənin son 3/1-dən faydalanmaq lazım. Və həmçində Allah Subhanahu Taala'nın yəni səma dünyasına indiyi bir vaxt və deyər ki, yoxmu mənə dua edən, onun duasını qəbul edin. Yoxmu məndən bir şey istəyən, ona istədiyini verin. Və yoxmu məndən bağışlanma diləyən və onun günahlarını bağışlayın. Və 9-uncusu Allahın rəhmətinə çatdıran əməllərdən 9-uncusu salih insanlarla birlikdə olmaq. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, el-mər'u fi dini xəlilihi. Kişi dostunun dinindədir. Kişi dostunun dinindədir. Atalar sözdə var ki, və dostunun kim olduğunu de, sənin kim olduğunu deyin. Dost mühümdür. Dost insanı cənnətə də çatdırar, Allah qorusun cəhənnəmə də çatdırar. Ona görə nəinki özümüzün seçdiyi dostlara fikir vermək, evladımız üçün də ona fayda verəcək, ona xeyri tövsiyə edəcək və Rəbbin razılığına çatdıracaq dostlar üçün də, dostlar seçmək üçün də səy göstərməliyik. Və 10-uncusudur və çox uzatmayaq, 10-uncusu bu da çox mühüm məsələlərdəndir. İnsanın Rəbbin razılığına çatmasına səbəb olan, çatmasının qarşısını alan, insanın qəlbi ilə Rəbbi arasında mane olan vasitələri aradan çıxarmasıdır. Səbəb olan vasitələri aradan çıxarmasıdır. Misal üçün, əlimizdəki bu cihazlar. Əgər əlimizdəki bu cihazlar bizi Rəbbə yaxınlaşmağa maneçilik törədirsə, haramlarla, qeybətlə və asiliğə düşməklə səbəb olursa, bu cihazları qəlbimizlə Rəbbimiz arasında mane olduğuna görə bu cihazları aradan çıxardıq. Ola bilsin ki, elə bir dostumuz var ki, bizi qəlbimizlə Rəbbimiz arasında maneçilik törədir. O dostdan uzaqlaşmaq lazımdır. Ola bilsin ki, işimizdir. Elə bir işdəyik ki, yəni bu işdə biz məcburən haramlarla məşğul. Məcburən, yəni qadınlarla yaxınlaşmağımız, onlarla ünsiyyətdə olmağımız, onlarla daim yəni danışıq aparmağımıza səbəb olur. Və bu da qəlbimizin imanının zəifləməsinə səbəb olur. Və Allah qorusun, bəzən onlarla tək qalmağa elə olur ki, onlarla tək qalır. Yəni olur da, yəni o qədər işlər var ki, insan bu şeylərlə qarşılaşır. Ola bilsin ki, mağazadır və mağazada içki var və digər haramlar var. Yəni bunlar qəlbimizin Rəbbi ilə arasında olan maniyələrdir. Bacarıb bunları aradan qaldırmaq lazım. Deməli, biz bu 10 şeyə səbəb olarıqsa, bu 10 şeyi aradan qaldırarıqsa,
Allahın izni bu yəni bu şeyxin saydığı Allahın rəhmətinə çatan, Allahın sevməsinə, sevgisinə aparan bu 10 səbəbdən tutarıqsa, Allahın izni ilə Allahın sevgisinə çatmış olarıq. Allahdan istəyirik ki, Allah Teala eşidib faydalanmaq nəsib etsin. Allahdan istəyirik ki, Allah Teala bizi burada cəm etdiyi kimi öz Firdevs cənnətində də cəm etsin. Amin.